bizim gənclərin sifəti 20-25 yaş var, elə bilirsən ki, dünyanın yükü çiyinlərinə çöküb. Yəni bu şəraiti bu rejim yaradı. Ayrı-ayrı adamların bizə məsələn belə təqdim edirlər də, bəxti gətirmədi, nə bilim, kimsə dua eləyib. Belə-belə kiç şeylərlə Qənimət bəy adamları həqiqətən ofsunlaya bilirlər. Bax, dəhşətli məsələlərdən biri odur ki, Azərbaycan hakimiyyəti Azərbaycan xalqını qaytarıb o mifologiya dövrünə, miflərlə, əsatirlərlə cəmaət düşünməyə başlayıb. O bu Yunan fəlsəfəsində deyirlər ki, xalqların mifos dövrü var, mif dövrü var, sonra logos dövrü gəlir. Yəni sadə şəkildə deyiməz tamaşaçılar. Məsələn, qabaq ildırım çaxırdı, deyirdilər ki, qədim, antik dövrlərdə. Bütün xalqlarda olub, Yunanlardan ona görə nümunə verirəm ki, çoxumuz o əsatirləri bilir. İldırım çaxdı, deyirlər, niyə çaxdı? Deyir, heç nə. Zevs hirslənib o yumruğun üstünün üstünə vurur. Yəni belə izahla getdi. Sonra logos gəldi, elm gəldi. Dedilər ki, bu ildırım buludların boşalmasıdır. Başqa səbəbidir. Vəssalam, bunun səbəbi göstərildi. Yəni bu bir progres idi. Xalqlar bu yolla o mifdən, nağıldan, əsarətdən bir pillə yuxarı gedib beyinləri ilə məsələləri çözməyə çalışdı. İndi bu rejim bizi geriyə aparır. Təzədən o mif əsatirlər dövrünə. Və bunun da pik nümunəsi tamaşaçılar mənə şahid ola bilərlər. Baxın, nə qədər adam Azərbaycanda öz pis həyatını təsdiq eləyir ki, Allah kəssin, bu yaşayış deyil. Deyirsən, qardaş, səbəbi nədir? Deyir, heç nə. O qonşumuzda filankəs arvad mənə cadu eləyib. Ay, qardaş, sənin niyə bəy işin düz gəlir? Heç nə, filankəs bəxtimi bağlayıb. Filankəs mənə cadu elətdirib. Yəni, bu, belə baxırıq biz gülməli gəlir. Amma bu həm də sistemin məqsədli şəkildə, xüsusi xidmət orqanları ilə, xüsusi proqramlarla cəmiyyətin içərisinə yaydığı tez istərdir ki, insanlar logosu, ağlın işlədib real səbəbkarı görə bilməsin. Deməsin ki, mən ona görə ali savadlı, əlim qolum yerində olan bir insan, ona görə iş tapa bilmirəm, həyatımı qura bilmirəm ki, bir qrup azgöz, dəladuz quldur dövlət aparatın zəbt eləyib. Bunu düşünəndə insanlar bu formada, məntiqli, elmi şəkildə düşünəndə hakimiyyət üçün problem yarar. Amma nə etmək lazımdır? Demək lazım ki, qardaş, ona görə pisdir ki, filankəs qohumun özdə deyirlər ki, qohum-əqrəbənin də arasına belə şey salırlar. Fərişinə toxumu sərirlər ki, kənar adam deyil, elə əmin, nə bilim, əminin yoldaşı, bibiyin qızı gətirib dua bastırır. Filankəs sənin yolunu bağlayıb və bu yolla da mifoloji yolla cəmiyyəti gücdən salırlar. Ora gətirmək istəyirəm ki, bax, bu rejimə İlham Əliyevə uzun ömür arzulayanlar filanlar bir dönüb həm də öz ömürlərinə baxsınlar ki, bu ömrün nə qədər qiyməti qalıb Azərbaycanda. Bu ömür alqışa dəyirmi və onun səbəbi kimdir? Zevsdir, duadır, cadudur, pişik tüküdür, bəyaquş, nə bilim, qurd yağıdır, yoxsa bu sülalə rejimi.